Belə də deyir varıcılar, ha, mən bildiğim. Bir də bu cür nədir? Dua edəndə deyir, Allah deyir, geri qaytar. Əhsən, qardaş düz deyir. Alimlər nə deyiblər? İnsan dua belə də edə bilər, dayandığı yerdə. Əlini açıb da dua edə bilər. Əli açıb dua etmək, əlləri açıb dua etmək, açıq əllə, yox, belə. Əl-mühim, əli açırsan. Duanın qəbul olması üçün ən güclü səbəblərdən biridir. Niyə? Qardaşın dediyi hədis, Peyğəmbər sallallahu aleyhi və səlləm deyir ki, Allah həyiyyundur, yəni həyalıdır, qulu, bəndəsi. Əl açıb ona dua edəndə, onu boş qaytarmağa utanır. Yəni, sən əl açmısan, Allah utanır, boş qaytarım, yəni cavab verir ona. Lakin bunu bunu edən insanların qəlbi bir dərəcədə olmur, yəni. Hələm sən dua edirsən, bir əlvi də açmısan, o hədisdə yadıma düşür sənin. Göz yaşları. Göz yaşları, bunlar hamısı yığılır, ünüşür. Əlvi də açmısan, bir dua edirsən, o dua hazırdır. O dua hazırdır. Yəni, o düz. Qəlblər